Hər birinizə salam səhvəmin dəyərli izləyiciləri. Sevilən müğənni Aysun İsmailova yeni paylaşımlar edib. Aysun xanımın paylaşımını sizlərlə paylaşırıq. Yeni xəbərlər izləmək üçün kanalımıza abunə olmağı, videolarımıza like etməyi, kanalımıza və bizə dəstək olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. Xoş izləmələr. Ay kızım, dinleme. Dinen ana sabahın xeyir. Dinen. Sabah. Oy kurban olsun. Demek kızlar geldim medalimde. Her zaman analizlerimi burada veririm. Bugün de günlerden analiz verme günü. Gidip analizlerimizi verelim. Canım biz acıların çocuğuyuz. Boş ver. Bir defiye düştü gördün. Namlum benim damağıma çetin düşürler. Çok yaşa ey Allah entige. Bunlar hepsi benim. Mən niyə hər zaman medalimpi seçirəm? Çünki həm doğru cavablar çıxır, həm də qiymətlər çox münasibdir. Yəni fantastik qiymətlər yoxdur. Düşünün ki, mənim bugün verdiyim analizlər normalda başqa bir klinikada hesablatdırmışdıq. 1700 manata gəlib çıxmışdı, amma mən medalimpdə 700 manata verdim. Yəni 1000 manat endirim oldu burada mənə. Amma belə bir kampaniyaları var, onu istəyirəm sizə deyim. Nigah öncəsi qadın sağlamlıq paketi 142 manata. Daha sonra check-up, kardioloji check-up 99 manatdır. Qiymətlər çox münasibdir ümumiyyətlə. Yəni gəlib burada hələ mənim də adımdan gəlsəniz, normaldan da olan daha da aşağı endirim eləyəcəklər. Desəniz ki, misal üçün Aysun'da görüb gəlmişik. Çox gözəl bir qiymət çıxardacaqlar sizin üçün. Sağlamlığımız hər şeydən önəmlidir. Mütləq şəkildə yaxşı laboratoriyası olan və təbii ki, cibimizə də uyğun olan klinikaları seçməliyik deyə düşünürəm. Kızlar, gəlmişdim hara, Ülkərimin yanına. Uzun aradan sonra bu gözəlliyə bir baxın. Ne kadar güzel canım rəfiqam. Gəldim. Demək, görürsünüzsə artıq son zamanlar filtrsiz çəkirəm, effektsiz çəkirəm. Çünki öncəliklə qaşlarıma meza eləmişdi. Qaşlarım çox gözəl dolub, yadında. Daha sonra bro lift eləmişdi. Bunlar hamısı 5-6 ay bundan öncə olmuşdu. Amma bugün nə elədik? Nad elədik. Nad elədik. Nasa qubqa elədik. Ağız ətrafı dolğu elədik. Çox az dodaqda bir asimetriya var idi. Onu müdaxilə elədik. Bir də dodaq botoks elədik. Hə, bax bunu Ki çox dolğusuz. onu çox maraqla O çox gözləyirəm. gözəl bir prosedurdur bu arada. Dolğu istəmirsinizsə, buranın qalxmağını Amma istəyirsinizsə onu eləyə şəkilləndürmək bilərsiniz. istəyirsinizsə eynən. Eləyə bilərsiniz. Bir də ən sevdiyim prosedur qol-altı botoksu. Qol-altı. Uf, yayda. Yayda vazgeçilməz prosedur. Hə, amma uzun da gedir ha, deyim sənə. Bir 8 ay. gedir. Hə.